Gəlin sizlər üçün bugün 2022 din 1-ci qrup və 4-cü qrup sınaqlarını izah edim. Gəlin başlayaq elə birinci sualımızdan. Birinci sualda nə deyir bizə? Deyir ki, birinci müstəvi güzgü üzərinə düşən şüa ikinci müstəvi güzgüdən əks olunduqda sonra hansı nöqtədən keçər? Deməli, birinci güzgüdən uşaqlar, əlbəttə ki, mənim şüam ikinci güzgünün üzərinə eyni bucaq altına düşməlidir. Birinci onu biz gözləməliyik. Baxın, eyni bucaq altında birinci güzgüdən mütləq şəkildə gələcək, ikinci güzgünün üzərinə düşəcək. Mütləq eyni bucağı qorumalıyıq. Daha sonra yenə eyni bucaq altında da əlbəttə ki, ikinci güzgüdən əks olunacaq. İndi baxıram bunda eyni bucaq altında da əks edeyim. Baxdıq ki, hansı nöqtədən gəlib keçdi? Deməli, el nöqtəsindən gəlib keçdi. Ona görə cavabımız nə olacaq elə? B variantı. Keçək indi, baxaq burada. Gəlir bizim 62-ci sualımız. 62-də deyir ki, sükunətdə olan cisim şəkildə təsvir olunan 3 qüvvənin təsiri ilə hərəkətə başlayır. Bu qüvvələrdən hansı və ya hansıları mənfi iş görür? Birincisi görürəm ki, burada yer dəyişmə, sürət, impuls deyilən bir artıq kəmiyyət yoxdur. Yəni, onunla F arasında qalan bucaqlara baxıb müsbət mənfiyyət təyin eləyək. İndi ona görə biz nə edirik birinci? Birinci, özümüz bu qüvvələrin əvəzləyicisini tapırıq necə? İndi baxıram ki, F3-dən bizim F2-miz necə yönəlib? Gördüyünüz kimi əks istiqamətli. Əlbəttə ki, əkslərdə əvəzləyici həmişə böyük istiqamətlə yönəlirdi. Yəni, bunların əvəzləyicisi necə yönəldi uşaqlar? Gördüyünüz kimi, baxın, sağa doğru. Bu şəkildə sağa doğru yönəldi. İndi daha sonra bu əvəzləyici ilə yəni F2-dən F3-ün əvəzləyicisindən başqa axı ona perpendikulyar olan bizim F1-imiz var. Sözsüz ki, perpendikulyarlıqda da biz bilirik ki, əvəzləyici necə yönəlir? Kəsişmədən çıxan diaqonal kimi. Kəsişmədən çıxan diaqonal kimi, yəni yekun olaraq biz deyə bilərik ki, bu 3 dənə qüvvənin əvəzləyicisi necə yönəldi? Baxın, bu şəkildə kəsişmədən çıxan diaqonal olaraq artıq yönəlib. İndi bu əvəzləyici ilə artıq biz nə edirik? Bu əvəzləyici ilə F1, F2, F3 arasında qalan bucaqları müəyyən edir. Baxıram ki, bu əvəzləyici ilə F1 arasında qalan bucaq 90-dan kiçikdir. Yəni, iş müsbət qiymət alacaq. Bu əvəzləyici ilə F2 arasında qalan bucaq yenə kiçikdir 90-dan. Ona görə yenə iş necə qiymət alacaq? Müsbət. Amma bu əvəzləyici ilə bu F3 arasında qalan bucaq 90-dan böyükdür. Ona görə əlbəttə ki, A bərabərdir Fs kosinus alfa düsturuna, kosinus da 90-da böyük qiymətlərdə mənfi aldığına görə F3-ün işi necə olacaq? Mənfi. Elə cavab da yalnız F3 D variantı olacaq. Keçək indi baxaq 63-cü sualımıza. 63-də deyir ki, eyni sürətə malik elektron qeyri-bir cins maqnit sahəsinə göstərilən istiqamətdə daxil olur. Hansı elektrona təsir edən Lorentz qüvvəsi ən böyükdür? Mən bilirəm ki, Lorentz qüvvəsi ən böyük qiymətini 90 dərəcədə sahəyə perpendikulyar daxil olanda alırdı. İndi mən də baxıram ki, burada biz hansı səthdən çıxmışıq? Baxın, ona diqqət eləməliyim. Baxıram ki, bu birinci səthdən çıxdım. Birinci səthlə birinci artıq bizə verilən vəziyyət arasında qalan bucaq 90-dır. İkincidə artıq müəyyən başqa bucaqdır. Üçüncüdə müəyyən başqa bucaqdır. Dördüncüdə müəyyən başqa bucaqdır. Biz də dönə-dönə qeyd elədik ki, perpendikulyarlıqda 90-da ən böyük qiymətini alır. Ona görə də baxın, cavabımızda nə olacaq? Təbii ki, birinci D variantda çıxdığı səthə baxın. Durub mərkəzdəkinə yox. Hansı səthdən çıxıb, ona da baxın. Oradakı artıq bucaqlardan siz müzakirə və müqayisə edirsiniz. İndi baxaq 64-cü sualımıza. 64-cü sualımızda nə deyir bizə? Deyir ki, müstəqil qaz boşalması zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impuls hansı ifadə ilə təyin edilir? Uşaqlar, biz bilirik ki, əlbəttə ki, əgər burada müstəqil qaz boşalma zamanı elektronun növbəti toqquşmaya qədər aldığı impulsdan danışırıqsa, burada konkret olaraq bizim impulsumuz varsa, enerjimiz də var. Çünki impuls, sürət, enerji, bunlar eyni xarakterə malik kəmiyyətdir. İndi sözsüz ki, bu enerji də əlbət ki, nəyə sərf olunacaq? İş görməyə, qaz boşalmasına. İndi ona görə nə yazırıq? W delta K bərabərdir A-ya. Dəyişmə fizikada nədir? Sondan başlanğıcın çıxılması. WK çıxılsın, WK0 bərabərdir A-ya. İndi məsələnin şərtində başlanğıc sürəti bizə 0 verib. Əlbəttə ki, başlanğıc kinetik, başlanğıc impuls nəyə bərabər olacaq? 0-a. WK bərabər oldu A-ya. A-nın da yerinə gətirib indi. Mən nə qoymalıyam? Baxırsınız ki, məsələdə bizə nə verib? Gördüyünüz kimi uzunluq verib, intensivlik verib, plus bir digər tərəfdən bizə yük veribdir. Onda Q, Y, D, bilirik ki, məsafə D, L, S, H hər birinə göstərilə bilər, fərq yoxdur. İndi burada L verib, L-dən yazıram. Gətirib enerjinin yerinə P kvadratı bölü 2-yə qoyuruq. Çünki impulsdan da kütlədən danışır bizim üçün, elektronun kütləsindən.
Onda Q, Y elə bərabərdir. Buradan da əlbəttə ki, impulsu tapanda nə olacaq? Yükümüz elektron idi. Ona görə Q-nun yerinə Y yazdım. Y vurulsun. Y vur, L vur 2. Baxırıq ki, onu da harda verib bizim üçün? Onu da bize elə gördüyünüz kimi Y variantında qeyd edib. İndi gəlin baxaq 65-ci sualımıza. 65-də nə deyir bizə? Deyir ki, radioaktiv elementin nüvələrinin sayı 6 sutka ərzində 4 dəfə azalmışdır. Bu elementin radioaktiv nüvələrinin sayı 12 sutka ərzində neçə dəfə azalır? Əlbəttə ki, mən bilirəm ki, hansı nüvələr azalır? Parçalanmayanlar, parçalananlar artır, çevrilənlər artır, çevrilməyən, parçalanmayanlar isə əlbəttə ki, get-gedə nə edəcəkdir? Azalacaqdır. Onda parçalanmayan nüvələrin sayının gəlin düsturunu yazın. N bərabər idi, N0 vurulsun, 2 üstü mənfi T bölünsün T'yə. İndi baxırıq ki, bizə deyir 4 dəfə azalıb 6 sutka ərzində. Əlbəttə ki, artma azalma əvvəlki başlanğıc qiymətlərində N0 bölü 4 bərabərdir, N0 vurulsun, 2 üstündə 6 sutka deyir, 6 bölünsün T. İndi buradan N0'lar getdi, qaldı 4'də 1. 4'də 1'i də 2 əsasına getirmək üçün 2 üstü mənfi 2 yazacağım. Bunda 2 üstü mənfi 2 bərabərdir. 2 üstü mənfi 6 bölünsün T'yə. İndi üstlərdən işləyək. 2 bərabərdir 6 bölünsün T'yə. T də bərabər imiş nəyə? 3'ə. Yəni mənim yarım parçalanma periyodum 3'ə bərabər imiş. İndi gedək 12 saat ərzində görək bizim artıq nüvəmizin sayı, sözsüz ki, yenə qeyd edirəm, hansı nüvə? Parçalanmayan. Parçalanmayan nüvələrin sayı nə qədər azalır? Eyni düsturu yazaq. N0 vurulsun 2 üstü mənfi T bölü T. N bərabərdir. N0 vurulsun 2 üstü. Artıq bizə zamanı verib, gördüyünüz kimi 12 sutka veribdi. Bir digər tərəfdə yarım parçalama periyodunda biz özümüz 3 tapmışıq. Onda N bərabərdir. N0 vurulsun 2 üstü mənfi 4. Əlbəttə ki, 2 üstü mənfi 4 də nə deməkdir uşaqlar? 16'da 1. 16'da 1. Gördüyünüz kimi N0 böl 16, yəni başlanğıcdakindən neçə dəfə azaldı? 16 dəfə. Ona görə də cavabımız nə olacaq burada da? Y variantı olacaq. Keçək baxaq indi 66-cı sualımıza. 66-cı sualda bir dənə sükunətli yükdür. Q0 yüküdür. Onun yaratdığı sahədə başqa bir mənfi yükümüz nə edir? Hərəkət edir. Əlbəttə ki, bunlar eyni işarəli yüklərdir. Ona görə bir-birlərini nə etməlidirlər? İtələməlidirlər. Bu bunu itələdi, bu da bunu itələdi. Onda mən baxıram ki, mənfi Q0 yükünün hərəkət istiqaməti ilə həmçinin mənfi Q0 yükünün artıq qüvvəsi necə yönəldi? Eynidirsə, təbii ki, bu necə hərəkətli uşaqlar? Bərabər yeyinləşən, daha doğrusu yeyinləşən. Ona görə cavab B ola bilməz, ona görə cavab C ola bilməz, ona görə cavab Y ola bilməz. Ya A-dır, ya D-dir. İndi baxıram. Mənim burada şəklimi silim təzdən. Baxırıq ki, bizim bu yükümüz mənfi yükümüz. Digər mənfi yükdən hərəkət istiqamətinə görə baxanda nə edir? Uzaqlaşır. Uzaqlaşırsa F bərabərdir K vurulsun. Q1 Q2 bölünsün. R kvadratı düsturuna görə məsafə nə edir? Azalır. Məsafə azalan yerdə qüvvə nə edir? Artır. Daha doğrusu bağışlayın. Uzaqlaşırsa məsafə artır. Uzaqlaşır axı dedik. Baxın, V-nin istiqamətinə baxın, görürsünüz. Həmin o yükdən nə edir? Uzaqlaşır. Onlar arasında məsafə də nə edəcək? Artacaq. Məsafə artırsa, təbii ki, qüvvə də nə edir uşaqlar? Azalır. Və onun əkiz qardaşı təcili azalır. O da baxırıq ki, bizə harda verilib. Onu da baxırıq ki, bizə elə D variantında qeyd edib. Azalan təcillə yeyinləşən. İndi gəlin baxaq 67-yə vahid sualımızdır. Deməli, kök altında kilogram vur joule bölünsün kulon vur Tesla. Birincisi uşaqlar. Buradan gəlin joule açaq. Joule'un açılışı A bərabərdir F-dən dedi. Bütün işlərin, bütün enerjilərin nədir? Vahididir. Ona görə joule nəyə bərabər idi? Newton vurulsun metrə. Joule'umuz Newton vur metrə idi. Onu da yazıram bax. Kilogram vurulsun, Newton vurulsun metrə. Məxrəcdə isə kulon amper vur saniyədir. Teslamız da biz bilirik ki, induksiyanın vahididir. Induksiyanın düsturu nə idi? B bərabər idi. F bölünsün I. Ona görə Newton bölünsün amper vur metrə olurdu. İndi bu amperlər getdi. Onda deməli məxrəcə yazıram. Nəyi? Newton açılışını. Kilogram vur metr bölünsün saniyə kvadratı idi. Gördüyünüz kimi başqa da bir metr var məxrəcdə. Gördüyünüz kimi burada da saniyəyə hasili var. Sürət hissəsində də sözsüz ki. İndi bu saniyələr getdi. Həmçinin indi burada sürətdə də kilogram vur. Newton açıram, kilogram vur. Metr böl saniyə kvadratı idi, bir də vurulsun metri idi. Onda baxıram ki, burada kilogram kvadratı, metr kvadratı, saniyə kvadratı, bunlar belə kilogram vur, metr böl saniyə olaraq kökdən nə inəcəklər? Çıxacaqlar. Məxrəcdə isə nə qalmışdı uşaqlar? Məxrəcdə isə deməli baxıram, bax burada 2 dənə kəsr ola bilməzsə, gəlin bunu belə qarışıq yazınca. Orada nə idi? Baxın, qalmışdı bizim üçün nə? Saniyə vur Newton. Saniyəni yazıram sürətdə.
Newton da dedik nəyə bərabər? Kiloqram vur metr böl saniyə kvadratına. Əlbəttə ki, 2 dənə kəsir ola bilməz. Onda bunu saniyə kvadratı keçirin məxrəcə və plus məxrəcdə də yenə Newtonun məxrəcində nə var idi? Metr var idi. İndi bunlar getdi. Bunlar getdi. Qaldı da məxrəcdə də nə? Kiloqram bölünsün saniyə. Kiloqram bölünsün saniyə. Görürsünüz, hər ikisində kiloqram böl saniyə var. Getdi, qaldı metr. Metr də əlbəttə ki, nəyin vahididir? Elə uzunluğun vahididir. Ona görə cavabımız burada da B variantıdır. Keçək baxaq 68-ə. 68-də baxırıq ki, 1-dən 2-yə bu rhodur. Bu da P-dir. Rho hansı proses xarakterizə edir? İzoxoru. P hansı xarakterizə edir? Hansı proses daha doğrusu? İzobarı. İndi deməli izoxoru xarakterizə edən kəmiyyət var. İzobarı xarakterizə edən kəmiyyət var. Olmayan nə idi? İzotermiki xarakterizə edən kəmiyyət. Yəni 1-dən 2-yə bizim T-miz konstandır. Çünki biz dedik düzdə, tərsdə olmayan bizim sabitimizdir. 2-dən 3-ə konkret şəkildə görürəm. 2-dən 3-ə gördük ki, bizim nəyimiz sabitdir? Uzantısını çəkində görsün, rhoya toxunur. Rho sabitdir. Əlbəttə ki, rho sabit olan yerdə V də, həmçinin N də, konsentrasiyada nədir? Sabitdir. İzoxorun sabitləri. 3-dən 4-ə də indi yenə uzantısını gəlin çəkin. Görürsünüz ki, nəyə toxunur? P-yə. 3-dən 4-ə də izobar, yəni PET konstant olacaq. Çıxdaşlardan irəliləyirik uşaqlar. Baxın, çıxdaşlardan bircə irəliləyəcəm. Deməli, 1-dən 2-yə mən axtaram T-nin konstant olanını. 1-dən 2 həqiqətən də burada T konstantdır. Burada da T konstantdır. Burada da T konstantdır. Burada yox artıq. VT ilə görsün. Düz asılı olaraq, ikisi də bir-birinə düz asılı olaraq dəyişib. Y-də də 1-dən 2-yə T konstantı qalsın. Onda deməli, ilki mərhələdə gedən nə oldu? D variantı. Keçdik indi. İkinci hissədə bizə nə lazımdır? Rho'nun sabiti. Rho sabit olan yerdə dedik V də sabitdir. A-da 2-dən 3-ə V sabitdir. B-də 2-dən 3-ə V sabitdir. C-də xeyr. V görsünüz T ilə düz asılı olaraq dəyişib. Ona görə atdım getdi. Y-də 2-dən 3-ə V sabitdir. Onda deməli qaldı bizim üçün artıq burada yenə A, B, Y. Keçək indi. Üçüncü hissədə nə sabit olmalıdır? P sabit olmalıdır. Baxıram ki, burada da qrafikdə bizə P deyilən bir kəmiyyət veribmi? Xeyr. Onda deməli V-nin sabiti, T-nin sabiti ola bilməz. Biz artıq görmədiyimizi axtarırıq nüansına gedirik. Yəni ya düzdür, ya da tərsdir. Belə deyə bilərəm. İndi baxıram ki, B-də 3-dən 4-ə T sabit gəlib T-yə toxunur. Əlbəttə ki, onu atdım getdi. Y variantında da təbii ki, PV bərabərdir NRT-dən baxırıq ki, bizim həcmimizlə temperaturumuz necə asılıdır uşaqlar? Təzyiqin sabit qiymətində düz asılıdır ki, bilirik ki, New'dur, R-dir, bütün izi proseslər üçün sabitdir. Onunla heç işim yoxdur mənim. Onda cavab ya A-dır, ya da Y-dir. A-la Y-nin gördüyünüz kimi bircə dənə fərqi 1-2-də A-da V azalıbdır, amma Y-də 1-2-də V artıbdır. Onda mən qayıdıram burada 1-2 prosesinə. 1-2 prosesində mənim temperaturum sabit idi. Sıxlığım da, təzyiqim də neynəmişdi? Artmışdı. Hər ikisindən gedə bilərsiniz, heç bir fərq yoxdur. Eyni nəticəyə gələcəksiniz. Mən də bilirəm ki, V bərabərdir N bölü Rho-dan. Sıxlıq artanda V neynəyəcək? Azalacaq. Ona görə cavabımız artıq 1-2-də artan yox, azalan, yəni A variantıdır. Cavab da oldu A variantı. Həmişə çıxdaşlardan gedin. MKM bölməsinin işinizi orada artıq çətinə salmayın. Çıxdaşla gedəndə rahatlıqdan alacaqsınız. İndi keçək deməli 69-cu sualımıza. 69-da nə deyil? Bərabər yavaşlayan hərəkətdir. Gördüyünüz kimi sürətin istiqamətini verib aşağı. Deyir ki, qüvvə yaxud qüvvələrin əvəzləyicisi necə yönələcək? Əlbəttə ki, yavaşlayan hərəkətdə sürət qüvvə əks istiqamətdə olmalıdır. Eyni ilə təcil üçün dediklərimiz, çünki təcil və qüvvə eyni, bərabər xarakteri malik, əks xarakteri malik kəmiyyətləridir. Yəni bir sözlə yavaşlayanda sürət təcil, əks sürət qüvvə, əks yeyinləşəndə isə eyni istiqamətdə olur. İndi sürət yuxarıdırsa, qüvvə aşağı, cavabda nə olacaq elə A variantı. Keçək baxaq indi 70-ə. 70-də deyir ki, hansı qrafik sərbəst düşən cismin potensial enerjisinin zamanı asıllığına uyğundur? Uşaqlar, birincisi potensial enerji hündürlüyə xas kəmiyyət idi, elə deyilmi? Mən də bilirəm ki, düşürəmsə artıq, əlbəttə ki, aşağı düşürük, elə deyilmi? Düşürüksə, biz qətiylə hündürlüyümüz neynəyəcək? Azalacaq. Hündürlük azaldığına görə ya potensial bərabərdir MGH-dan, əlbəttə ki, bizim potensialımız da neynəyəcəkdir? Azalacaqdır. Ona görə cavab A-dır. Cavab həmçinin burada bir digər tərəfdən B-dir. Bunlar ola bilməz ki, azalmanı da biz demişdik ki, potensial enerjinin şaquli yuxarı atılmış, şaquli aşağı hərəkətdə, şaquli dedim yuxarını, sərbəst düşmədə bu kimi artıq hərəkətlərdə trayektoriya qrafiki kimidir. Trayektoriyanı necə cızıramsa, potensialın da qrafiki eyni o şəkildə olurdu. İndi biz də müəyyən bir hündürlükdən düşəndə, cisimimiz düşəndə belə bir trayektoriya cızır. Hündürlüyün də onda dəyişimi bu şəkildə olduğuna görə potensial da eyni ilə bu şəkildə, yəni azalmağa məruz qalacaq.
Ona görə cavabımız nə olur? D variantı. Keçən indi gəlir bizim burada 71-ci sualımız. 71-ci sualda nə deyir bizim üçün? Deyir ki, elektrik tutumu S1 olan yüklənmiş kondensatorun lövhələri arasında gərginlik 20 voltdur. Əlbəttə ki, S1-in lövhələri arasında gərginlik 20 voltsa, S3-ün də lövhələri arasındakı gərginlik nəyə bərabər olacaq? 20 volta. Çünki S1-dən S2, daha doğrusu S2, S3 dedim deyəsən. S1-dən S2 necə birləşdirilir? Paralel. Paralel birləşmədə də gərginlik əlbəttə ki, nə idi? Sabit idi. İndi bizə deyir ki, o elektrik tutumu S2 olan yüksüz kondensator ilə birləşdirildikdən sonra o gərginliyi hesablayın. Deməli, bax, bizim burada sualımız nədir uşaqlar? Bizim deməli, burada S2 kondensatorumuz yüksüzdür. Bizə S2 kondensatorunu nə verib? Yüksüz veribdir. Yəni, onu da yazaq. Deməli, baxın, bu 71-dir. S1 bərabərdir, nəyə? Baxıram, 7 mikrofarada. Gərginliyi də nəyə bərabərdir? Məsələnin şərtində vermişdi, 20 volt. Onda deməli, Q bərabərdir SU-dan, S1U1, 7 vurulsun 20, deməli 140 volt imiş. Mənim bu dövrəmdə əvvəl sahib olduğum ümumi yük 140 volt, 140 kulondur və 140 kulon da təbii ki, hamısı harda yığılıb? Birinci kondensatorda. Çünki bizim ikinci kondensatorumuz gördüyünüz kimi yüksüzdür. İkinci kondensator yüksüzdür. İndi keçdik məsələnin davamına. Ümumiyyətlə, belə deyək də, əvvəl dövrədə ancaq S1 tutumlu kondensator var idi. S1 tutumlu kondensatorun sizə bu sonraki halıdır. Bax, dövrənin verilən sonraki halıdır, yoldaşlar. Əvvəlki halı yox. Əvvəl bizim S1 tutumlu kondensatorumuz var idi dövrədə ancaq. Qütblərdən də ona nə gəlmişdi? 20 volt gərginlik gəlmişdi. Və plus mən də hesabladım ki, S1 tutumlu kondensatorda nə qədər yükü tutub saxlayıbmış? 140 kulon yükü tutub saxlayıbmış. Sonra dedi ki, sən bu kondensatoru artıq gətirib birləşdirdin ikinci 3 mikrofarad tutumlu yüksüz kondensatora. Onda mən baxıram ki, bunlar artıq necə birləşib bir-birlərindən? Paralel. Paraleldə nə sabit idi? O sabit idi. Dəyişən nə idi? Yük. Q bərabərdir SU. İndi Q bərabərdir SU-ya görə, dəyişənə görə S-ni harda aldıq? Artıq sürətdə. Ona görə sürətdə də cəmləyirəm. Yəni S1 plus S2, 7 plus 3 neçə eləyəcək? 10 mikrofarad. 10 mikrofarad elədi. İndi bizim artıq ümumi tutumumuz. Onda deməli, bizim ümumi yükümüz dəyişərmi? Xeyr. Bizim ümumi yükümüz dəyişə bilməz. Sadəcə, indi əvvəl ancaq hamısı yükün S1-də yığılmışdı. İndi yük artıq nə edəcək? Bir qismi S1-ə, bir qismi də S2-yə artıq paylanacaq. Onda gəlin mən artıq burada ikinci bir kondensatorda işləyirsə dövrədə, deməli, ikinci kondensatorunda gərginliyi olacaq, uclarında yaranan gərginliyi olacaq. Onda o bərabərdir. Q bölünsün. S ümumidən ikinci halına uyğun iki kondensator işlədiyinə görə gərginlik artıq ikisinə artıq uşaqlar veriləcək. Onda Q'muz dedik dəyişməz. Ümumi yükdən söhbət gedir ha. Yəni burada demək ki, axı biz dedik ardıcıl birləşmədə sabit paraleldə artıq nə idi? Dəyişirdi. Bəli, paraleldə dəyişir. Məsələn, bunun payına bir 30 düşübsə, bunun payına 110 düşüb. Yəni özümdən deyirəm. Sadəcə ümumi dəyişmir. Ümumi öz yerində qalır. Ona görə mən də maraqlıdır ki, bu zaman bizim ümumi gərginliyimiz, yəni hər bir kondensatorun payına düşən gərginlik nədir ki? İndi ümumi yüküm 140-dır, ümumi biz aldıq tutumumuzu 10. Deməli, bu dəfə iki kondensator işləyəndə dövrədə artıq 20-20 yox. Artıq bunun payına düşəcək 14, bunun da payına düşəcək nə? 14 ki, onsuz da əvvəl o işləməmişdi. Sonradan gətirib görürsünüz, mən S1 kondensatorunu yüksüz S2-yə birləşdirdim. Bax, bu da bizim ona görə cavabımızdır. Cavab da nə oldu gördüyünüz kimi 14 volt, yəni C variantı. İndi gəlin keçək, gəlir bizim hansı sualımız? 72-ci sualımız, konkret nəzəri sualımızdır. Mexaniki dalğa uşaqlar nədir? Rəqslərin mühitdə yayılması idi. Baxıram, ona görə 5 gələcək. Sonra mexaniki dalğa üçün mütləq şəkildə mühit olmalıdır uşaqlar. Rəqs üçün mühit lazım deyil, vacib deyil. Amma dalğalar üçün mühit vacibdir. Ona görə dalğa vakuumda yaranmır. Baxın, görüm, onda harada verib? 3-də. Mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqaməti perpendikulyardırsa, demişdik bu eninə dalğa. Yox, artıq dalğanın hərəkət istiqaməti, zərrəciklərin hərəkət istiqaməti ilə üst-üstə düşürsə, yəni bir-birləri boyuncadırsa, bu isə uzunluğa dalğa idi. İndi perpendikulyardırsa nədir? Təbii ki, eninə dalğa. Bir digər tərəfdən görürsünüz, zərrəciklərin istiqaməti dalğanın yayılma istiqamətinə paralel üst-üstədirsə, dediyi hansıdır? Uzunluğa dalğa. Sonra, rəqs periodu müddətdə dalğanın yayıldığı məsafə, əlbəttə ki, bir tam rəqs periodu müddətdə dalğanın yayıldığı məsafə dalğa uzunluğu lambda bərabər deyilir, VT deyirik.
İndi o da 2-də verilib. Dalğanın sürəti dalğa uzunluğunun nisbətinə bərabərdir. Deməli, dalğanın sürəti V bərabər idi nəyə? Lambda bölünsün T-yə. V bərabər idi nəyə? Lambda nüyə. Təbii ki, perioddan nisbət idi, tezlikdən hasil idi. Baxıram ki, onda 5, 3, 1, 6, 2, 4. Onu da elə bizə D variantında qeyd edib. Keçək baxaq indi 73-cə. 73-cə uşaqlar deyir ki, hansı qrafik mayeyə tam batırılmış cismin çəkisinin mayenin sıxlığından asılılığını ifadə edir. Mən bilirəm ki, mayenin çəkisinin düsturu nə idi? P bərabərdir, P0 çıxılsın, F Arximed. P0 vakuumdakı yaxud havadakı çəkidir, Arximed də əlbəttə ki, Arximed qüvvəmiz idi. Onda buradan P0 ortaq vuruq kimi demişdik, çıxara bilərik. Çünki P0 nə idi? Havadakı çəki, vakuumdakı çəki MJ. MJ-ni ortaq vuruq kimi çıxaranda, yaxud P0 ortaq vuruq kimi çıxaranda demişdik, nə qalır? 1 çıxılsın. Rho maye bölünsün. Nəyə? Rho cismə. İndi baxıram, mayedəki çəki sürətdə. Mayenin sıxlığı sürətdə. Hər ikisi sürətdədir. Onlar bir-birinə necəsi düz. Amma qarşıdakı mənfiyə görə necəsi olacaqlar? Artıq deməli azalması ilə düz ki, onu da bizə harda qeyd edib gördüyünüz kimi, onu da bizə baxıram ki, elə C variantında qeyd edib. Keçək baxaq burada 74-də. 74-də deməli, bir halından 2 halına keçərkən 2 mol ideal qazın gördüyü işi deyir hesabla. Mən baxıram ki, bir halından 2 halına keçəndə birincisi bu hansı prosesdir? Baxıram ki, birincisi uşaqlar bu həcmin sabit olduğu prosesdir. Çünki niyə görə? P T ilə, yəni təzyiq temperaturdan nə vaxt düz asılı olurdu? Təbii ki, həcmin sabit qiymətdə. Yaxud biz dedik ki, düz asılıqda, tərs asılıqda görmədiyimiz bizim sabitimizdir. İndi makroskopiklərdən P var, T var. Görmədiyim V-dir. Ona görə əlbət ki, nə olacaq? V sabit olacaq. V-nin sabit olduğu proses nə idi? İzoxor. Və biz də dönə-dönə qeyd eləmişdik ki, izoxor prosesdə iş yoxdur uşaqlar. İş sıfıra bərabərdir. Ona görə bax elə cavabımız da nə? Nə olacaq? D variantı olacaq. Keçək indi 75-ci sualımıza. 75-ci sual bu son illərin dediyim sınavında var idi. Yenə təzədən təkrarlanıb gördüyünüz kimi. Deyir ki, liftdəki tərəzinin üzərində adam dayanmışdır. Lift şaqili yuxarı yönəlmiş, şaqili yuxarı yönəlmiş 0,5 təcili ilə hərəkət etdikdə tərəzinin göstərişi. Ümumiyyətlə biz adətən lift məsələlərində uşaqlar çəkiyə gedirik. Deməli, bax, burada birinci mənim liftdə adamım dayanmışdı. P bərabər idi, nəyə onda onun çəkisi? Kilometrədirsə MJ. MJ-dir, yəni 10 M-ə bərabər imiş. Daha sonra deyir ki, A təcili ilə lift yuxarı qalxdı. Onda düstur nə oldu? MJ plusu. Onda buradan da MJ plus 0,5J, yəni 1,5 MJ. J'miz də təbii ki, nəyə bərabərdir? 10-a. Onda 15 M oldu. Baxıram ki, mənim kütləm burada naməlumdur. Kütlə naməlum olduğuna görə mən bu naməlumu tərəzidən ölçərəm və nəticədə çəkini də nə edə bilərik? Hesablaya bilərik. Elə deyilmi? Yəni, burada bizim elə, belə deyim də sizə, tərəzimiz çəkini ölçən cihazdır. Çünki niyə görə? J sabit donsuzda, J-nin qiyməti var. Naməlum bir dənə nə qalır? Kütlə. Elə bu kütlə naməlumunu biz tərəzi vasitəsilə ölçürük və nəticədə çəkini də nə edirəm? Hesablayıram. Çəkini də yəni biz artıq J-nin sabit qiyməti, verilmiş qiymətini tərəzi ilə ölçürük də. İndi deməli baxıram ki, mənim tərəzimin göstərişi 10 M-dən gəldi 15 M-ə, yəni 1,5 dəfə nə edəcək? 1,5 dəfə artacaq. O da harda verilib bizim üçün? O da bizim üçün elə Y variantında qeyd olunub. Keçək indi gəlir deməli bizim burada hansı sualımız? 76-cı sual. Uşaqlar, biz dedik ki, dağın təpə nöqtəsinə bir anlıq da olsa dayanırıq. Ona görə nəticədə bizim hərəkətə xas kəmiyyətlərimiz son sürət, son impuls, son kinetik enerji bunlar hamısı nəyə bərabərdir? Sıfıra bərabərdir. Ona görə cavab elə nə olacaq? Y variantı. İndi baxaq 77-ci sualımıza. 77-də V1 voltmetri baxıram ki, 2 dənə naqilə qoşulub və plus bu naqillər necə birləşdirilib? Paralel. Paraleldə nə sabitdir? Gərginlik. Nə dəyişir? Cəryan şiddəti. I bərabərdir U böl R-ə görə. Artıq mən müqaviməti harda aldım? Dəyişənə görə məxrəcdə. Yəni 1 böl R ümumi bərabərdir. 1 böl R1 plus 1 böl R2. Yəni 1 böl R plus 1 böl R, o da bizim üçün 2 böl R. R ümumimizin nəyə bərabər oldu? R bölünsün 2-yə. İndi baxırıq V2 nəyə qoşulub? V2 isə yenə 2 dənə naqilə, amma bunlar necə birləşdirilmişdir? Ardıcıl. Ardıcılda nə sabit uşaqlar? Mən bilirəm ki, artıq I konstur. Dəyişən nədir? Gərginlik. U bərabərdir I-yerə görə. Dəyişənə görə mən artıq müqaviməti harda aldım? Sürətdə. Ona görə R ümumi bərabərdir. R plus R, yəni 2R.
İndi baxıram ki, burada deməli V1, V2 voltmetrdə nəyi ölçür? Gərginliyi. Onda gərginliyin bir dənə ayrılıqda düsturunu yazsa, o bərabərdir i-yə görə. Sözsüz ki, baxın, indi buranı sadələşdirəndə, bura dedi R/2 müqaviməti naqildir. Burada 2R müqaviməti naqil. İndi bu R/2-dən 2R də ardıcıl birləşir. Ardıcıl birləşmədə nə sabitdir? I sabitdir. F dəyişən nə idi? Gərginlik. İndi gəlin baxaq. U1/U2 bərabərdir. R də necəsi olaraq dəyişir? R1/R2 olaraq. İndi U1/U2 öz yerində. R1-i nə tapmışdım mən? R/2 qaldı öz yerində. R2-ni nə tapdıq? 2R. Bu da onda elədir. R bölünsün artıq 4R. İxtisar get deyirlər və buradan tapan deyirlər. U2 bərabərdir nəyə? 4U1'ə. O da harda verilib bizim üçün? Onu da bizə gördüyünüz kimi elə B variantında qeyd edib. Gedək baxaq indi 78-ci suala. 78-də deyir ki, müxtəlif maddələrdən eyni ölçülü silindrik şəkildə nümunələr hazırlanmışdır. Hansı maddənin hazırlanan nümunənin sərtliyi daha böyükdür? Uşaqlar, mən bilirəm ki, sərtliyin təbii ki, həndəsi ölçülərdən bir digər tərəfdən maddənin növündən asılı idi qeyd eləmişdik. Onda bununla bağlı düsturu nə idi? Y bölünsün L0. İndi baxın, Young modulu ilə necə asıdır? Düz asıdır. Yəni, sərtliyin böyük olması üçün Young modulu necə olmalıdır? Böyük. O da harda verilib gördüyünüz kimi bizim üçün 210, o da poladdır. Cavab ona görə nə olacaq? Təbii ki, polad, yəni A variantı. İndi baxaq 79-a. 79-da bizə deyir ki, linzalardan hansı səpicidir? Əlbəttə ki, uşaqlar, biz demişdik ki, burada səpici linzanın təsviri hansıdır? Baxın, bir bu birincidir, bir də bu əlbəttə ki, beşincidir. Ona görə cavab nə olacaq? C variantı. Keçək indi baxaq 80-ci sualımıza. 80-ci sualda uşaqlar bizə deyir ki, silindirdə porşen altında buxarın izotermik genişlənməsi zamanı, sözsüz ki, buxar izotermik genişlənmə zamanı əlbəttə ki, nəyə çevriləcək? Burada mayeyə. Yəni, bizim buxarımız get-gedə mayeyə çevrilir. Yəni, buxar və maye ikilisi də varsa, təbii ki, bu nədir? Doyan buxar. İndi deyir ki, diaqramın AB və BS hissələrində buxarın konsentrasiyası. Axı, biz dönə-dönə qeyd elədik ki, doyan buxar üçün bizim təzyiqimiz, sıxlığımız, konsentrasiyamız, temperaturumuz eyni qanunla dəyişir. Əgər bunlardan biri, yəni ki, P konusu sabitsə, təbii ki, bizim burada bu hansı hissə idi? AB. AB hissəsində konsentrasiyamızda nə olacaq? Sabit. Konsentrasiyamız da sabit olacaq. Qurtardı, getdi. İndi keçdik digər tərəfə. Digər tərəfdə mən baxıram ki, bizim təzyiqimiz get-gedə neyinir? Azalır. Əlbəttə ki, baxın, B-dən C-yə verilən oxun istiqaməti ilə təzyiq oxunun istiqaməti necədir? Əksdir də, elə deyilmi? İndi təzyiq neynədir? Azaldır. B-dən C-yə də təzyiq azalırsa, təbii ki, konsentrasiyada nə inəyəcək uşaqlar? Azalacaq. Qurtardı, getdi. Onda deməli dəyişməz və azalar harda verilib bizim üçün? B variantında. Yəni 80-də də cavab B-dir. Keçək 81-ə baxaq. Deyir ki, nəzəri nüansımızdır. Maşın və dəzgahlarda diyircəkli və kürəcəkli yastıqlar nə üçün tətbiq olunur? Həmişə suallarımızda da bax, sizdən soruşduğum nüansdır bu. Biz demişdik ki, diyircəkli yastıqlardan nə üçün istifadə edirik? Kürəcəkli fərqi yoxdur. Sürtünmə qüvvəsini azaltmaq üçün. O da harda verilib bizə elə gördüyünüz kimi, onu da bizə C variantında qeyd edib. İndi keçək baxaq 82-yə. 82-də nə deyir bizə? Deyir ki, 30 metr hündürlükdən 5 metr bölü saniyə sürətlə şaqlı yuxarı atılmış cisim atıldıqdan 2 saniyə sonra yer səthindən hansı hündürlükdə olar? Deməli, baxıram, mənə başlanğıc sürəti verib 30 metr bölü saniyə. Bir digər tərəfdən, daha doğrusu 5 metr bölü saniyə. Bir digər tərəfdən başlanğıc hündürlüyümüz nə idi? 30 metr. Son koordinatımı, son hündürlüyümü bilirəmmi? Bilmirəm. Ona görə gəlin koordinat düsturuna baxaq. Başlanğıc koordinatım 30 idi, 30-dan atılmışdı. Son koordinatımızın hansı nöqtə olduğu naməlumdur. Yuxarı hərəkətlər biz bilirik necə hərəkət? Yavaşlayalım. Ona görə y bərabər y0 plus v0t minus gt kvadratı bölü 2. İndi y-imiz deməli bilmirik, məqsəd onu tapmaqdır. Y0-ımız 30-dur. V0-ımız 5-dir. T'ni də 2 verib. J'imiz 10-dur. T'miz də 2-dir. 2-nin kvadratı bölünsün 2. Onda 30 plus 10 minus 20. Əlbəttə ki, bu da bizə nə verdi? 20 metr. Yəni, mənim cismim son anda 20 metr hündürlükdəymiş. Baxırıq ki, onda harada qeyd edib bizim üçün? Onu da bizi A variantında qeyd edib. Baxaq indi 83-ə. Nə deyir 83-də? Deyir ki, induksiyası 5 milli Tesla olan maqnit sahəsində yerləşən 40 santim kvadrat müstəvi səthdən keçən maqnit selini hesablayın. İndi B-ni verib mənə, sahəni verib mənə. Əlbəttə ki, maqnit selin düsturu nədir? Konkret olaraq. F bərabərdir BS. Induksiyası 5 milli Tesladır. Yəni 5 vur 10 üstü mənfi 3. Sahəmiz 40 santimdir. Santim metrə çevirəndə 10 üstü mənfi 2. Kvadrata da yüksəldəndə 10 üstü mənfi 4. Onda 40 vur
10 üstü -4-də. Əlbəttə ki, indi uşaqlar, deməli, buradan cavabı mikrodan istəyir. İndi bu sıfırdan bu mənfinin biri getdi. Elə qaldı nə? 20 vur 10 üstü -6. Cavabı da mikrodan istədiyi üçün elə nə olacaq? 20 mikro Weber. Çünki biz bilirik ki, mikro nədir? 10 üstü -6-dır. İndi keçək, deməli, gəlir bizim burada 84-cü sualımız. 84-də nə deyir bizə? Deyir ki, şaquli yuxarı atılmış cismin kinetik enerjisinin potensial enerjidən asılı qrafiki verilibdir. Cismin maksimal qalxma hündürlüyünü A nöqtəsinə uyğun hündürlüyə nisbətini hesablayın. Birincisi burada mən bilirəm ki, potensialın kinetiki maksimal nəyə aiddir? Tama. Yəni, mənim tam enerjim nəyə bərabərdir? 32-yə. Ki, tam da nə idi maksimallar? mg böyük h bərabər oldu, baxın, 32-yə. Yazdıq. İndi keçdik potensial tapaq. Tamdan əlbəttə ki, kinetiki çıxmaqla biz potensial tapa bilərik. 32 çıxılsın 24. Onda buradan da potensial tapanda deməli nə verəcək bizim üçün elə? 8-də, elə deyilmi? Bu da bizə verdi 8-i. Onda biz bilirik potensialın da düsturu nədir? Potensialın da düsturu mgh-dır. Yəni, mgh da bərabər oldu nəyə? 8-ə. İndi məndən istədiyi nədir? Maksimal hündürlüyün, ani hündürlüyə, A nöqtəsinə uyğun hündürlüyə nisbətini tap. mg böyük h bölünsün mg kiçik h. İndi həddlərini də yazırıq. 32 bölünsün 8. mg'lər getdi. 32-ni 8-ə böləndə neçə elədi? 4. Deməli, maksimalın elə A nöqtəsinə uyğun hündürlüyə nisbəti nəyə bərabər imiş? 4-ə bərabər imiş. İndi keçək, baxaq burada 85-ə. 85-ə nə deyir bizə? Deyir ki, sarğaclarda maqnit seli və maqnit sahəsinin enerjisi arasında hansı münasibətlər doğrudur? Mən bilirəm ki, maqnit selinin düsturu nədir? Fi bərabərdir Li. Eyni də yerinə gətirib, əlbəttə ki, burada gördüyünüz kimi nə qoyacağım? Müqavimət varsa, U böl R, sözsüz ki, biz bilirik ki, ümumi gərginlik də konstant olur onsuz da. L vurulsun, U bölünsün R. İndi baxıram ki, deməli, R-lərimiz nədir? Eynidir. Bir digər tərəfdən, burada yazmağa ehtiyac yoxdur. Maqnit sahəsinin enerjisini yazacağım. Fi bərabərdir L ifsiyon və salam. İndi baxırıq ki, L-dən də bizim fiyimiz necə asıdır? Gördüyünüz kimi düz asıdır. Yəni, L2, 1L, L1-i də bizə 2L verib. Yəni, L1, L1. L2-dən 2 dəfə böyükdür də, elə deyilmi? L1 bərabərdir 2L2-yə. Onda maqnit seli də L-dən düz asılı olduğu üçün eyni olacaq. Fi 1 bərabərdir nəyə? 2 fi 2-yə. Qurtardı getdi. İndi keçək enerjiyə. Enerjinin rast ki, maqnit selinin qiymətini tapmışıqsa, elə onunla onun düsturuna gedəcəm. Fi kvadratı bölünsün nə idi? 2L. İndi yəni enerjini burada dəyişən həm bizim maqnit selimizdir, özü kvadratı ilə düzdür. Fi 1-in kvadratı bölünsün Fi 2-nin kvadratı. Amma induktivliyi ilə gördüyünüz kimi necə asıdır? Tərs. L2 bölünsün L1-ə. Fi 1-imizi nə almışıq? Fi 2, 2 Fi 2. Kvadrata yüksəldəndə 4 Fi 2-nin kvadratı edəcək. Fi 2-nin kvadratı isə öz yerində. L2-miz deməli nədir? Baxaq. 1L. L1-im nədir? 2L. Onda buradan L-lər getdi. Fi-lər getdi. 4-ü də 2-yə böləndə 2 edəcək və buradan da tapanda W1 bərabər oldu nəyə? 2W2-yə. Yəni Fi 1-i 2 Fi 2-dir. Enerjisi də baxıram ki, W1 də bərabərdir 2W2. Onu da gördüyünüz kimi bizə harda verib? 1 və 3-də. Ona görə doğru cavabımız olacaq 1-3. Keçək baxaq indi 86-ya. 86 nə deyir bizə uşaqlar? Deyir ki, radiusu 6 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A-dan B-yə 2 saniyədə çatır. Deməli, 2 saniyə 60 dərəcə gedib. Mən bilirəm, bütöv çevrəmiz bizim 360-dır. 360-ı dönmək üçün sərf etdiyində zaman perioddur. Buradan periodu tapaq. T vur 60 dərəcə bərabərdir 360 dərəcə vurulsun 2-yə. Hər tərəfi 6-ya böləndə periodu nəyə bərabər gəldi, çıxdı? 12 saniyə bərabər çıxdı. İndi məndən istədiyi nədir? Sürəti. Mən də bilirəm ki, sürətin düsturu nədir? Perioddan olan 2 pi r böl t. 2 vurulsun 3. Radiusu vermişdi 6, periodu tapdıq 12. Elə bu 12-lər getdi. Onda mənim sürətim nəyə bərabər imiş? 3 metr bölünsün saniyəyə bərabər imiş. Elə cavabınız da budur. Keçək baxaq indi 87-yə. 87-ci sualımızda diqqət edirik. Bizə verib nöqtə naqili. Nöqtə dedik nədir? Saat əqrəbinin əksi. Əlbəttə ki, onda A-da induksiyanın istiqaməti necə olacaq? Sola. B-də necə olacaq? Aşağı. C-də necə olacaq? Sağa. Onda deməli A-da deməli soldur B. Daha sonra B-də şaquli aşağıdır C. C-də də sağ tərəfə getdi, o da A-dır. Yəni 1-ə B, 2-yə C, 3-ə isə nə gələcək? A variantı gələcək. Uşaqlar, gəlin situasiyamıza baxaq. Situasiyada nə deyir bizə? Deyir ki, müqavimətləri L1 12 ohm, L2 də 6 ohm olan közərmə lampaları sabit gərginlik mənbəyinə qoşulmuşdur. K-açarını qapadıqdan sonra hansı lampa daha parlaq yanar? Gəlin biz bunu birincisi necə birləşmə olduğunu müəyyən edək. Deməli, gəlin məsələn tutalım. Bu tərəf bizim A tərəfimiz olsun.
Bu tərəf B tərəfimiz olsun. Hərfləndirmə metodundan gedək. Baxıram ki, açar bağlı olacaq, maneəsizdir, yəni problem yoxdur. Açar bağlı olduğuna görə bizim qarşımıza maneə çıxana kimi öz hərfimiz öz reallığını, mövcudluğunu qoruyur. Baxıram ki, vəsə. Bura nə olacaq? Görürsünüz, bir dənə maneə çıxdı qarşıma, lampa maneəsi. Keçə bilmərəm. Onda bura kimi A-dır. Buna keçdim, davam elədim buradan. Görürsünüz, çünki bura maneəsizdir axı. Görürsünüz, adi naqil olan yolumuzdur. Yenə lampa çıxdı qarşıma, maneə var. Ona görə burada yenə A-dır. Keçdim bu o biri tərəfi. Axı lampadan keçə bilmərəm mən başqa hərfdən hərfləndirməliyəm. Ona görə maneə çıxana kimi eyni hərfi aparırsınız. Eyni hərflə işarə eləyirsiniz. Maneə çıxan kimi vəsə dayandıq orada. Keçdim bu biri tərəfimizdə B hərfi ilə işarələmişdimsə, bunda baxıram. Deməli gəldim, maneəm yoxdur. Maneəm yoxdur, baxdım, vəsə burada maneə var. Dayandım. Onda burada olsun B nöqtəsi bura kimi. İndi getdik bu tərəfə. Yenə baxıram ki, maneə yoxdur, maneə yoxdur. Vəsə maneə var. Bura kimi oldu. Yenə nə bizim B nöqtəmiz. İndi mən baxıram ki, bizim birinci lampamızda, ikinci lampamızda AB naqilləri arasında yerləşib. AB naqilləri arasında yerləşib. Əlbəttə ki, baxırsınız ki, bunlar bir-biri ilə aydın şəkildə görünür ki, necə birləşib? Paralel. Paralel şəkildə birləşdiyini biz müəyyən elədik. Çünki baxın, bura deməli mənbəmizdir. Mütləq şəkildə mənbə var. Görürsünüz, dövrəni cəryanla qidalandıran mənbəmiz olub. Mənbəni çəkməliyik. Bura müsbətidir, bura mənfisidir. İndi bura demişdik ki, gətirib açar qoşmuşdu, açarı qoşdu. İndi axı dedim, bu tərəf nədir? Bizim A tərəfimizdir. Bu tərəf nədir? B tərəfimizdir. Görürsünüz, naqil A ilə B arasında yerləşib. Onu da gətirib yerləşdirdim. İkinci naqilimizdə yenə eyni qaydada A ilə B arasında yerləşib. Dajı bağışlayın. Naqil yox, lampa. Dilim öyləşib o qədər naqilə. Deməli, naqil yox, lampa kimi göstərək. Bu da AB artıq tərəflər arasında yerləşən lampadır. Bu da lampada hansı hərflə işarə olunur? Bu şəkildə demin də sınavına düşən suallarımızdan idi. Baxın, mən dövrəmi artıq real olaraq çəkib göstərdim. İndi başlayaq. Bizə deyir ki, açar qapanmışdı. Baba, açar bağlanmışdı. Açar da bağlandığına görə dövrədən rahatlıqla cəryan keçəcək, heç bir problemi olmayacaq. Bizə deyir ki, K açarını qapadıqdan sonra hansı lampa daha parlaq yanar? Sizə qeyd eləmişdim ki, lampanın parlaq olması, lampanın daha çox közərməsi, yaxud daha az közərməsi, həmçinin yanması, sönməsi nəyə bağlı idi? Cəryan şiddətinə. İndi bu necə birləşməkdir lampalar? Paralel. Paraleldə nə sabitdir? Gərginlik. Onda I bərabərdir U böl R-dən. Bizim U-muz sabit oldu paralel olduğu üçün. Onda bu cəryanı dəyişən ancaq nə olacaq? Müqavimət. İndi baxıram. Birincinin müqavimətini bizə vermişdi. Gördüyünüz kimi 12. İkincinin müqavimətini nə vermişdi bizə? 6, 10. Əlbəttə ki, müqaviməti az olanın parlaqlığı daha çox, müqaviməti çox olanın parlaqlığı nə olacaq? Daha az olacaq. Çünki cəryan şiddəti müqavimətlə nədir? Gördüyünüz kimi tərs aslı. Yəni burada birinci lampanın parlaqlığı daha azdır, daha parlaq yanmayacaq, əksinə daha az parlaq olacaq. Amma ikinci lampanın müqaviməti kiçik olduğuna görə daha parlaq yanacaq. Yenə qeyd edirəm, niyə görə? Cəryan, müqavimətlə uşaqlar gərginliyin sabit qiymətinə necə asıb? Tərs aslı. Gərginlik də niyə sabit oldu? Çünki bizim burada paralel birləşməmiz idi. İndi keçək baxaq, 88 idi bu, eləmi? 88-dir. İndi baxaq 89-a. 89-da nədir? Eyni zaman müddətində lampalarda ayrılan istilik miqdarının nisbəti. Mən bildim ki, bu hansı birləşmədir? Paralel. Paralel birləşmək üçün istilik miqdarının düsturu nə idi? O kvadratı bölünsün R vur T. Eyni zaman müddəti deyir. Paralel olduğu üçün gərginlik sabitdir. Onda deməli Q-ların nisbəti nəyə bağlıdır? Müqavimətlərin dəyişməsinə. Q1 bölünsün Q2 bərabərdir. Müqavimətdən də necə asılıdır? Gördüyünüz kimi tərs. R2 bölünsün R1-ə. R2-miz nə idi? 6 idi. R1-im nə idi? 12 idi. Onda nisbət nəyə bərabər çıxdı? Elə 2-də 1-ə bərabər çıxdı. Yaxud 0,5 şəklində. Ekran qeydi dayandı. 90-da izah edeyim sizin üçün. Ondan da yekunlaşdı 2022-ni. Deməli 90-da nə deyir bizə? Deyir ki, mənbənin sıxacılarındakı gərginlik 9 volt olarsa, 8 saniyə müddətində dövrədə ayrılan istilik miqdarı nəyə bərabərdir? İndi görürsünüz, sizə dövrədəki ümumi gərginliyi verib. 8 saniyə müddətinə deyir, ayrılan istilik miqdarını tap. Q bərabərdir. Əlbəttə ki, verilənlərə görə düstur nədir? O kvadratı bölünsün. R vur T. Mən əgər mənbənin sıxacılarındakı ümumi gərginlikdən danışıramsa, müqavimətin də ümumi qiymətinə baxmalıyıq. Dedik, naqillər necə birləşib uşaqlar? Paralel. Paralel birləşmədə nə sabit idi? Əlbəttə ki, U sabit idi. Dəyişənimiz nə idi? I idi. I bərabərdir. U bölünsün R-ə görə. Dəyişənə görə də, yəni müqaviməti harda aldı? Məxrəcə 1 bölü R ümumi bərabərdir. 1 bölünsün. Deməli, biri 12 idi, biri 6 idi.
1 bölü 12 plus 1 bölü 6, 12'ni ortaq məxrəc kimi tapıram. Bu da əlbəttə ki, bizim üçün eləcək 12-də 3, yəni 4-də 1. Ümumimiz elə gəlib çıxdı, tərsinə çevirməliyəm 4-ə. Gətirib bütün qiymətləri yerinə qoyaq. Deməli, gərginliyi vermişdi 9, 9-un kvadratı nə verəcək? 81. Zaman neçə idi? 8. Ümumi müqaviməti 4 tapdım, onda 2, 81-də 2-yə vuranda əlbəttə ki, nə verdi bizim üçün? 162 joule. Yəni bizim elə ümumi silim miqdarımız nəyə bərabər imiş? 162 joule-a bərabər imiş.